Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda qışlıq qabığı soyulmuş pomidor tutmasını necə hazırlayıram, onu sizinlə paylaşmaq istədim. Pomidor yumurtalıq quru yeməklərin yanında çox ləzzətli olur. İndi keçək hazırlanma qaydasına. Bunun üçün 5 kiloya yaxın irili xırdalı pomidor almışam. Xırda ölçülü pomidorları bütöv pişirirəm. Ona görə pomidorları bir-birindən ayırmışam. Pomidorların qabığını soyuram. Pomidorların qabığını soymaq üçün əvvəlcə pomidorun üstündə bıçaqla kəsik atıram. Qazanda su qaynatmışam. Üstündə kəsik atdığım pomidorları qaynar suya tökürəm. Hamısının üstünü bıçaqla çərtib qaynar suda bir 5-6 dəqiqə gözlədirəm. 5-6 dəqiqədən sonra çıxardıb soyuq suya salıram. Onda qabığını soymaq daha asan olur. Pomidorları soyuq sudan çıxardıb qabığını soyuram. Çox rahatlıqla qabığı soyulur. Həm iri ölçülü, həm də xırda pomidorların hamısını eyni qaydada qabıqlarını soyub bir qaba yığıram. Pomidor tutmasını öz sokunda hazırlayıram. Ona görə qabığını soyduğum o iri pomidorları bıçaqla doğrayıram. Ağ hissələrini kəsib atıram. Hamısını doğrayıb bir qaba yığıram. Belə gördüyünüz kimi pomidorun bir hissəsini doğramışam. Xırda ölçülü pomidorların da qabığını soyub başqa bir qaba yığmışam. Doğradığım pomidorların hamısını ət çəkən maşından keçirdirəm. Pomidor şirəsini pişirəcəyim qazana töymüşəm. Qaza qoyub qaynadıram. Əvvəlcə qazın gürxodunda pişirirəm. Bir 5 dəqiqə qazın gürxodunda qaynadıram. Pomidor şirəsi qaynadıqca üstündə belə gördüyünüz köpüklər əmələ gəlir. Bu köpükləri yığmaq lazımdır. Hamısını sonacan üstündə əmələ gələn köpükləri yığmaq lazımdır. Əvvəlcə qazın gürxodunda bir 5 dəqiqə qaynadıram. Sonra qabığını soyduğum pomidorları da qazana tökürəm hamısını. Qazın ateşini azaldıb qazın orta xodunda pişirirəm. Pomidor şirəsi ilə bir yerdə pişirirəm. Ara sıra qarışdırıram. Üstündə əmələ gələn köpüklərin hamısını sonacan yığıram. Artıq demək olar ki, bir yarım saata yaxındır. Pomidorlar şirənin içində qaynayır, pişir. Tam da duru eləmirəm. Elə biraz suyu çəkiləndən sonra duzunu əlavə eləyirəm. Bir dolu təpələmə xörək qaşığı duz əlavə eləyib qarışdırıram. Duzuna baxıram, mənə görə duzu yaxşıdır. Nə azdır, nə az deyil, nə də çox deyil. Mənə görə yaxşıdır. Duzla da bir yerdə qazın orta xodunda biraz bişirirəm. Pomidorun suyu biraz çəkilib, gördüyünüz kimi qatılaşıb. Pomidorlar üzə çıxıb, deməli artıq bankalara yığmaq olar. Qazı keçirmirəm, elə qazın ən aşağı xodunda qaynaya-qaynaya bankalara yığıram. 800 qramlıq bankalara yığıram. Bankaları əvvəlcədən sodalı qaynar su ilə təmiz yuyub su buxarında sterilizə eləmişəm. Əvvəlcə pomidorlardan yığıram bankaya, sonra dolana qədər pomidor şirəsi tökürəm. Bankanın yan hissələrini salfetka ilə silirəm ki, qapaq yaxşı bağlansın. Qapağını qoyub sıxıb bağlayıram. Qapaqlar da əgər təzə olsa daha yaxşı olar. Təzə qapaqla yaxşı vakumlanır. Əgər yaxşı vakumlanarsa onda hava keçmir. Tutmalar da xarab olmur. Amma əgər işlənmiş qapaq olarsa bir 10 dəqiqə qaynar suda qaynatmaq lazımdır. Bankaları doldurandan sonra qapağını bərk bağlayıram, sterilizə eləmirəm. Elə qaynaya-qaynaya döydüyüm üçün çox yaxşı qalır. Üstün adyalla örtüb qoyuram, qalır. Tam soyuyandan sonra tutmaları saxladığım yerdə saxlayıram. Çox dadlı tutmalar alınır. Həm şirəsi olur, həm bütöv pomidoru. İndi pomidorun mövsümüdür. Siz də alın, hazırlayın. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomuzu bəyənməyi, yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.